Salam, sənin səsin verilişinə baxırsınız. Ağcabədi sakini Murad Kərimov oğlu Vüsal Kərimovu hərbi xidmətə yola salmazdan əvvəl 3 dəfə həkim müayinəsindən keçirib. Hər dəfə oğlunun sağlam olması ilə bağlı sənəd də alıb, lakin hərbi xidmət zamanı onu hərbi hospitala göndəriblər. 90 gün hospitalda yatdıqdan sonra Vüsal Kərimovu ordu sıralarından uzaqlaşdırıblar. Deyir ki, övladını əskərliyə tam sağlam göndərib. İndi ona nə pensiya, nə də sığorta haqqı ala bilir. Əgər bu sağlamdırsa, bunu niyə qaytarıblar əyindən bəri, göndəriblər evə, hospitala? Yox, xəstədirsə, mən niyə bunu aparıb gəzdirməliyim? Mənim o qədər imkanım da yoxdur. Bunu xahiş edirəm. Bunu yoxlanılsın, bunun ya pensiyası düşüb, pensiya versin, sığortasını versin, xahiş edirəm sizdən. Əgər bu xəstədirsə, yenə deyirəm, bunu niyə aparıb hərbi xidmətə? Yox, sağlamdırsa, niyə qaytarıb əyindən bəri göndərib evə? İndi xahiş edirəm, xəstədir, bunun pensiyasını versinlər, sığortasını versinlər. Mənə deyirlər, get. Dəlxanadan təzədən uşağına kağız al. Mənim o qədər imkanım yoxdur ki, mən aparım təzədən uşağı orada yatırdım, təzədən kağız alam. 2 dəfə getmişəm Ağcabədi xəstəxanasına, baxmırlar. Xaçmaz sakini Fərmanova Təranə himayəsində olan 2 azyaşlı övladını tək başına böyüdür. Ünvanlı sosial yardıma müraciət edib. Yoxlama olmasına baxmayaraq ona sosial yardımın təyin olunmamasından şikayətlənir. Himayəmdə 2 azyaşlı övladım var. Ünvanlı sosial yardıma müraciət eləmişəm. Artıq 2-ci ayda yoxlama da gəlib gedib, incidirlər, təyinatı bilə vermirlər, aylıqları gecikdirirlər, özlərinə milyonlarla gəlir əldə edirlər. Birbaşa Anar Əliyev və Nicat İsmail vətəndaşların haqlarını tapdalayır, aylıqları kəsirlər. Şamaxı sakini Adil Bəkirov isə deyir ki, işsizliklə bağlı dəfələrlə Şamaxı rayon icra başçısı Dost Mərkəzi Sosial Müdafiə Nazirliyində olub, amma ona köməklik göstərməyiblər. Bugün mən vətəndaş olaraq iş yerim yoxsa, mən aliməti hansı pulla ödəyəcəm möhtərəm cənab prezident? Nə vaxta qədər mən çətinlik çəkməliyim? Axır, vətəndaşın iş yeri olmalıdır ki, vətəndaş alimət ödəsin. İşim olmasa, gəlirim olmasa, mən vətəndaş olaraq hansı pulla ödəyəm möhtərəm cənab prezident o alimət? Niyə adiyyəti qurumlar vətəndaşa köməklik göstərmək istəmir? 200 mindən çox, 205 minə yaxın işsiz kimi qeydiyyata duran vətəndaş var. Niyə vətəndaşların problemləri həll olunur? Niyə bizim kimi vətəndaşlar müraciətləri qəbul olunmur, bizi işlə təmin edə bilmirlər? Biz də dillənəndə bir vətəndaş olaraq deyirlər ki, ölkədə iş var, vətəndaşlar işləmək istəmirlər. Hani bəs iş varsa, mən vətəndaş olaraq məni niyə işdən çıxardırlar ki, mən bir dəqiqə 3 evladımı mən çarəsiz vəziyyətdə qoyum? Elçin Cəlilov sosial şəbəkələrdə Avropada iş imkanı elanlarını gördükdən sonra bu işlə məşğul olduğunu deyən Avion Travel-a müraciət edib. Bankdan kredit götürərək Norveçdə işə düzəlmək üçün bu Travel-a ödəniş edərək müqavilə bağlayıb. Amma proses müqaviləyə əsasən irəliləməyib. 6 ay ərzində mənim vizam gəlməli idi. 6 ay oldu, 1 il oldu, il yarım, 2 il bu iş belə davam etdi. Mən və mənim kimi bir çox insanlar, 300-dən yuxarı insandır, zərər çəkmiş insan. Hal-hazırda iş proses Nəsim rayon məhkəməsində davam edir. Həbs olunublar Rəcəbova. Bunun da vaxtından gedir. Biz xahişimiz bundan ibarətdir ki, burada bir çox insanlar, mənim kimi insanlar, hamısı ağır bir şəraitdə olan bir insanlardır. Xahişimiz sizdən ondan ibarətdir ki, bu işi işıqlandırasınız, bu vəziyyəti cəmiyyətə çatdırasınız. Yüksək orqanlar bütün bu vəziyyətdən məlumatı olsun.